Salam dostlar. Mən Zəhra. Belə. Biz belə bir qərara gəldik ki, 8 martımızı qızlarla birlikdə Tiflisdə keçirək. Ona görə də orada keçəcəyimiz vaxtı, birlikdə keçirəcəyimiz vaxtı, keçəcəyimiz günləri belə gözəl anlar olaraq saxlayaq. Belə bir video çəkmək qərarı aldıq. Hə, nə düşünürsünüz? Necə olacaq, necə keçəcək? Nə, Gürcüstan? Bəli. Mənə elə gəlir çox maraqlı olacaq. Heç nəyi planlamamışam. Mən Gürcüstana gedəcəyimiz detayını verdim danışanda. Nəysə? Hə, hara gedəcəyimizi danışmamışıq, nə edəcəyimizi danışmamışıq. Yəni sorursan ki, Gürcüstanda gedirsən də, Tbilisidə 3 dənə abidə deyən ki, getmək olar, bilmirəm. Bilmirik. Amma biz spontan yaşamaq sevən Bəli, qızlar olduğumuz biz bu qızlar spontan yaşamağı sevir. Ona görə də həmişə axırda çox maraqlı şeylər alınır. Bu arada bizim getməyimiz də çox spontan olan bir şeydir. Yəni bildiyiniz 5 dəqiqə içində, 1 dəqiqə içində qərar alınıb. Zəhra deyir ki, bir dəqiqə amma sən götürmürdün Tbilisiyə. Mən dedim ki, gedirdim, sonra atmen oldu. Bəlkə bir yerdə gedək. Bu da var. Uçaq görək necə olacaq. Sizlə Gürcüstanda görüşərik. Disclaimer, normalde bu video açılmalıdır. Bundan sonra Gürcüstanda, ama eğer Azal bize sürpriz eləsə, bu video biraz daha tez açılmış olabilir. Tutunu itirdiyi uşaqlar bizi soxdular avtobusa. Tutuya icazə vermədilər. Daha doğrusu tutu çatdırmadı. İndi necə olacaq? Dedik ki, waiting-a bas. Yəni ki, avtobusda gəlir. Bir hamı gələcək, sonra gələcək avtobus. Sənin üzündən pasport kontrolda indi axırda dayanacaq. Davay, düşkə. Mən neyim axırda? А вот это желтое здание, интеграция Евросоюза надо. Видите, флажки, что висят? Вот это улица Абхазии. Вы против движения будете спускаться, и вы попадаете на Мейдан. У вас два направления. Можете так спуститься. Salam. Biz artıq gəldik. Artıq Tiflisdəyik. Əslində getdik, yerləşdik, dincəldik. Çıxdıq çölə. İstədim ki, elə burada başladaq. İndi biz gedirik yeməyə, amma yenə spontan, yenə bilmirik hara gedirik. Demək istəyirəm ki, gəl Azərbaycanca danışsam bilməsin. Demək istəyirəm ki, bu spontane şeyi bizdə Bakıda yaxşı alınır. Bakıda yaxşı alınır. Çünki biz Bakıda bütün məkanları bilirik. Ləman. Ona görə də yaxşı alınır. Burada belə alınır. Nəyə? Təcrübə. Bax ora. Ora gedək. Kaşinika. Hə. Xingal yemək üçün gəlmişik. Sırf xingallarına, xüsusi məzələrinə. Bir də əsas xingalın dadına baxmağa gəlmişik. Görək necə olacaq. İndi belə bir məzə gəlib hələ ki. Bax. Çok tatlı Diyarbakır. Şöyle, geçen. Neyse. Salam dostlar. Mən уже əmin deyiləm bu vlog ucu hara gedir, paylaşılacaq yoxsa yox. Amma ki biz Dankinləyik. Niyə paylaşılmasını? Paylaşılacaq. Paylaşılacaq? Mütləq. Böyle başa düşməmişəm. Bakıdayıq. Hələ Mən belə səsli ölkələrdən xoşum gəlmir. mən çox sevdim amma. Mən nəyi sevmədim? İnsanların birbirine qarşı başlayacaq səsində qarşı. Bizim normalda öyrəşirsən ki, məsəl üçün qabaqdan oğlan gəlir, bir də sən eyni yola gedirsən, avtomatik sən keçirsən, heç şey onun sifətinə baxıb, ona bir akıllanmağa ehtiyac yox. Burada elə deyil, görür şof verir sən qabağından keçir. Ya da düz yolda oğluna gəlirsən, buradan gəlirsən, buradan oluyor. Nəsə deyirsən ki, oğlan çəkilə çəklə, bu avtomatik özü şey edirsən, sonra düz yoluna gedirsən. Bir də oğlan belə düz yolun üstünə gedən, belə demə, gör belə səbəb bir şey edir. Gəl nə yediyimizni Bizdə yoxdur. Uca yoxdur. Belə fərqli danıtları idi. Necə idi amma? Dadlı. Boston'u sevdim. Hə, Boston. Mən də bunu sevdim. Bu bananlı, nutellalı idi. Bir də latemiz var. Bunlar da şeydir. With oat milk. Her şey yine spontan. Ama bu günümüz spontan değil.
Fabrikaya gelirik. Fabrikaya gelirik. Salam dostiklər. Deməli, çox insan bizə dedi ki, Gürcüstana gəlirsinizsə, nə etməlisiniz mütləq? Wendy's yeməlisiniz. Ona görə biz də gəlmişik Wendy's yeməyə. Görək dadı necə olacaq? Bəli, gəldi yeməklərimiz. Baxın, məsələn, belədir. Biraz balacadır. Nisbətən balacadır, düzdür. Davay, first impressions. Davay, necədir? Hə? Salam. Yenə salam, yenə salam. Biz fabrikadayıq. Salam. Gəlmişik fabrikaya, artıq buradayıq. Bura çox geçmiş. Bura məncə dünən də gəlsə yalı olar, 8 mart günü. Amma heç nə olmaz. Prosta biz bura üçün çox aşırı glamur qalırıqmış kimi içimdə bir his Hə, var. hamı çox belə meysi. Amma çox belə nefr belə street style belə geyiniblər də. Amma biz biraz Biz az qalsın da Yaman sırqalarından məncə hiss edirsiniz. Çox gözəl restoranlar falan var. Hamı belə oturur. Yəni düşünürük ki, hamı burada sosiallaşır, düzdür? Tiflis cəmaatı burada sosiallaşır. Yes, bura bizim Targovna Coffee Shop küçəsidir. Amma oradan daha böyük. Deməyinə gəlir burada Tinder vibes yoxdur. Heç kim bir-birinə yəni belə çox da vecini almır. Mən buranı bəyəndim. Və çox alternativ var bizim yəni o sıraya baxanda. Hə, bizim sırada maksimum kofe içə bilərsən. Burada amma yemək də yeyə bilərsən, kofe də içə bilərsən, bira da içə bilərsən, nə istəsən. Yəni biz belə foto yerinə gəldik. Hansı ki, yəni pul ödəməliydik bura, amma ki türk qızlar bizə ısmarladılar. Baxın, bizə lari verdilər. Bizdə nağdı yox idi. Ona görə də çox xoşbəxtlik hal-hazırda pulsuz şəklimiz olacaq. Davay, getdik biz. Sağ olun. Necə oldu bilmirik. İndi buradan çıxacaq. Görək necə olur. Okay. Hoppa. Aha. Hadi bakalım. Ayda şirin. Salam dostlar. Salam. Gün 3, səhər. Fikirləşirdik ki, gedək səhəri gözəl breakfast eləyək, amma vaxtımız yoxdur. Çünki çinməliyik. Qəbirlərin yolu şəsiyə. Burada hər peşəxod zad yoxdur, uşaqlar ona görə belə keçirir. Peşəxod var ya, amma ki, nə vaxt dayanır və nə vaxt dayanmır bilə bilmirik. Hə, nəysə, ona görə indi gəlmişik marketə. Səhər yeməkləri almağa. Salamlar. Görün biz necə dəyişdik. Marketə getdiyimiz halımız və çölə çıxdığımız halımız. İndi Leman xanım bugün bizə Leman xanım rəhbərlik edir. Tutu da buradadır. Tutu yoxdur. Leman rəhbərlik edir bugün bizə. Hara gediriksə. Dünən fabrikadaydıq. Çox qəşəng keçdi. Fabrikada nəsə çəkdik. Hə, çəkdik. Qəşəng idi ümumi. Yenə gedərdik. Hara gəlmişik? Bauma. Bauma'ya gelmişik. Kinkal yemeğe. Donattık süfrəni. Nə qədər pul verdik? Ne kadar pul? 52. 50 manat. 50 manat verdik. Elə gözləyirik. Amma nə qədər? 20 piyat nə dedi? 25 dəqiqə. Hə. 25 dəqiqə gözləyəcəyik. Görə 25 inşallah dəqiqə. dadlıdır. Uşaqlar, deməli teras belə görünür. Biraz belə plastikdir, düzdür? Yəni mən əslində belə şeylər sevmirəm. Amma qıraqdan belə ümumi olaraq çox qəşəngdir. Burada belə gözəl view'umuz var, yəqin ki görürsünüz. Miu. İndi yeməklərin dadına baxacağıq necədir. Pay. Mənim çox yazığım gəldi. O biri sıralarda adamlar var idi. Gəliblər ki, gəlin bizimkinə. Orada da heç kim yox idi. Mən istədim ora girək, amma sonra fikirləşdim ki, insanlara gərək heç vaxt yazılır. Lamandan sizə dərs, həyat dərsi. İnsanlara heç vaxt yazığınız gəlməz. Özünüz yazıq situasiyasına düşərsiniz. Salam dostlar. Axırıncı dəfə sizdən 40 dəqiqə əvvəl danışmışıq. 40 dəqiqə ərzində siz çaxıngal yemişik? Yox. Salatı, badımcanı gətirdilər 25 dəqiqəyə dedikləri kimi. Biz elə bildik 25 dəqiqəyə bütün yeməklər gələcək. 25 dəqiqəyə təkcə badımcan gəldi. O badımcanı desəydilər mən 5 dəqiqə verib qoymuşdum. Vallahi. Ahları yaxşı yumamışdılar. Bütün palçıq idi. Onu qaytartdıq. Qaytartdıq. Sonra gətirdilər göbələk.
pendirlə, daddı. Amma çox gec, yəni bu qədər gec olmalı deyildi. Və bunu gətirəndə dedi ki, 3 dəqiqə cəmi gözləyəcəksiniz yemək üçün. Üstündən 10-15 dəqiqə keçib. Hələ də heç nə yoxdur ortalıqda. Mən deyirəm də xəmirə. Xəngəl də yedik. Normal idi, yox. Nə bilim, 10 üzərindən 3. Bizim birinci gün yediyimiz xəngəl, yəni bundan 1000 qat daha dadlı. Bəli, görəcəksiniz. Yəni yüzü görmüsünüz. Yəni o bundan yenə 1000 basar. gedəcəyik. Biz oraya yenə gedəcəyik, yenə. Uşaqlar, gedəcəyimiz destinationlar. Bir o, Tamara, Görürsüz Tamaranı, mən gördüm. əlində Dedi Tamara, gördünüz? Tamaranı görməyə gedəcəyik. orada gedəcəyik. Yes. Yes, let's go! Çox qəşəng bir küçəyə girmişik. İnanılmaz yəni. Belə çox qəşəngdir. Yəni bu mənzərəni yansıda bilmirəm. Heç bir şəkildə düşmür Yəni də, yəni gözünüz buranı ancaq göstərir. skrunç eləyir belə. Canlı portal games. Məsciddən, ay məscid nə idi? Kilsədən çıxdıq. Ay, Biraz ortam biraz bizi şeylədi. Yəni öyrəşmədiyimiz bir mədəniyyətdə, ona görə də alışdıq. Bax, exchange var. Kanata minəcəyik birazdan. Gəlin sizə ətrafı göstərim. Buralar çox qəşəngdir. Baxın, çox gözəldir. Biz gəlmişik sushi yeməyə. gəlib Gürcüstanda da sushi yeməsən, Hə. amma yoxlamaq lazım. Amma yoxlamaq lazım. Bizim bu qaldığımız ətrafda belə bir yer var. Biz gəldiyimiz gündən bəri görürük ki, hamı burada sushi yeyir. Ona görə də istədik biz də yoxlayaq. Sizə belə göstərə bilərəm. Çox dadlı. Mən həyatımda bu qədər dadlı sushi yeməmişəm. Çox da. Məncə yeməm. Kanatdayıq. Çox qəşəngdir. İndi sizə ətrafı göstərəcəm. Bok vardı, çıxdıq. Şu an en tepedeyiz. Başımız göğe erdi. Bok vardı. Bok vardı çıktık. Bugalada, sigala, cingölada, sigala. Yol bırak, yana yazır, yazılarım yazır, sigala yazır. Dünən Tamaranı uzaqdan göstərdim sizə, amma ürəyimiz dözmədi. Gəldik onu yaxından görməyə. Çox gözəldir. Çox böyükdür. Mənim yenə fobilərim tetikləndi. Biz hardayıq? Biz gəlmişik Digital Museum-a. Arxanı göstərin. Van Gogh'un Temalı. görən necə olacaq? Məncə çox maraqlı. Mən də çox zövq almağa bu dəqiqə fokuslanmışam. Evet. Görək içəri çəkəcəm. Əgər icazə olsa. Belə dostlar, gəldik yenə hara? Birinci gün gəldiyimiz məkana. Niyə? Çünki xaçapuriləri çox dadlıdır. Keçən yediyimiz xaçapuridən sonra düşündük ki, sonuncu günümüzü riskə ata bilmərik. Və ona görə çox qəşəng xaçapuri yeməliyik, ona görə gəldik bura. Əgər Nəinki xaçapuri. mən xaçapuri deyirəm, Hə. çünki o demək istəyirdim. Amma xaçapuri isə möhtəşəmdir. Bu badımcanlar da çox möhtəşəmdir. Son düşüncələriniz nələrdir? Gedirik artıq. Sağ ol. Güzel idi.
Bir də gələk. Gələcəyik. Mən də bu çox gözəl idi. Bu bizim ilk üçümüz bir yerdə sayılır. Amma son deyil. Son deyil. To be continued. Xəstə qalın deyəcək.